Salam dostlar. Ben size dekabristimi göstereyim. Tam açılışı. Bakın. Necə gözəl açıb. Bu keçənin 3 dənə belə, 3 dənə belə gül açdı. Ancaq qabda çox idi da, böyük bir qabda idi. Mən bunu sonra qışda deyəndə də payızda bütün gülləri gətirdim. Hava maruz olmaq istəyəndə də noyabr ayında. Dekabristlər 3 qabı köçürtdüm, 4 qaba. 4'ü də həyətdə qaldı, gətirmədim. Bir də maruza dönzümlü güllər. Tək saxlamadım ki, darıxmasınlar. Bəs gül qalanda darıxır, mənə elə gəlir. Mən tək olanda darıxıram deyənə. İnsan da tək darıxır. Yanında da maruza dözümlü güllər saxladım. Başladı xırda belə tomurcuqlar qoymaq. Buna baxın, belə. Belə. Belə xırda. Buna baxın. Xırda tomurcuqlar qoymağa. Balaca. Saxladım onu, bir ay qaldı həyətdə. Aldım qar yağınca. Qarda dekabrda yağdı. Dekabrın bir 20'si vardı. Qar yağdı bizdə. 25'i belə. Onun üçün bunlar həyətdə qaldı. Gecədə, gündüzdə. Gətirmədim. Tadım, tomurcuqlar belə böyüdü. Belə böyüyəndə gətirdim balkonda. Evə qoydum. Evdə biri maruz başlayanda qoydum evə. Onda da xırda tomurcuqları töküldü. Çoxlu töküldü. Belə hamısı tomurcuq idi. Axır ki, üstündə də qalan bəsdir. Allaha qurban olun mənə. Bu cür güllər bəxş elədi. Allah'ım. Güzel Allah'ım. Bunun başka renkleri de olur, görmüşüm. Videolarda sarı, kırmızı, brozluydu. Ben de 5 il, 6 ildir belə. Bu boyda budaq getdim bura gələndə. Beləcə bir budaq belə. Belə bir budaq getmişdim. Dan yuxarı. Bura oldu bu qədər. Bu da kalonşalarım. Bize açır. Ben deyirdim sizə ki, xırda qurtlar var üstündə, bitlər var. Onlar sirkəli su çilədim ona. Hamısı töküldü. Allah'ın köməkliyi yoxdur indi. Qara bitlər var idi hamısı üstündə. Və tökülüb yoxdur. Bunlar da açır bir. Bakın. Tomurcuklar böyüyüp. Gülüm de. Bunu da göstereyim. Bunu da çok isterim. Bu kadar.